Asparkın qiymətləri qane eləyir sizi? Xeyr, bahadır. Bəs yerlərin çoxluğu qane... Yerlərin çoxluğu yaxşıdır. Yok. O da yok. Ücret getdiysə çoxalmadı. Burada heç nə qanun eləmir Azərbaycanda. Yo, rahat. Bahadır? Yo, yaxşıdır. Yaxşıdır. 70 qəpikdir, amma yəni normaldır. Bəzi yerlərdə, məsəl üçün Əhmədli falan tərəflərdə daha ucuz ola bilər də, yəni 40 qəpiyə 50 qəpik ola bilər. Çünki bəzən çox saatlarda saxlayır və bu bizə sərf eləmir, belə deyim. Ödənişlərdən şükür Allah. Razı. Qiymət qane eləyir? Hə, qanedir. Parking. Hə, 1 manat, 1 manat 50 qəpik, 70 qəpik, Sadə. 50 qəpik. Hə, sadə. O da ki qanedir. Parking qiymətləri bahadır. 40 qəpik, 50 qəpik, 1 manata qədər indi elə yerlər var. Amma beləsi var 5 manat, 6 manatdan danışır. Belələri də var. Yaxşı olar ki, işə gəlib gedən gəlsin maşınını saxlasın, çıxanda da 1 manatını versin, geçsin. Belə normaldır, onu qəbul etmək olur. Amma 7 manat, 8 manat bu işdən müəllim tutaq ki, 6-700 manat maaş alır. Onu da elə gündə 10 manatını versə bunu yazığa nə qalar? Heç bir şey qalmaz ki.